Shopify-da uğur qazanmaq üçün ilk başda nə qədər reklam büdcəsi və nə qədər zaman lazımdır? Shopify platformasında eBay və Amazondan fərqli olaraq hazır bir müştəri bazası olmadığına görə biz burada sosial şəbəkələrin gücündən istifadə edərək artıq reklama çıxmalıyıq. Və bunun üçün də bizdə müəyyən qədər bir rəqəmsal marketinq biliyinin olmağına ehtiyac olur. Və rəqəmsal marketinqi də biz tədrislərimizin daxilinə tələbələrimizə öyrədirik. Deməli, bu rəqəmsal marketinq zamanı, yəni reklamlara çıxdığımız zaman bizim müəyyən bir qədər büdcəyə ehtiyacımız olur. Bu büdcə satış etdiyimiz ölkəyə uyğun olaraq, yəni Shopify-da harda satış edəcəksə, buna uyğun olaraq dəyişir. Əgər siz Shopify-a Türkiyə kimi bazarlardan başlamaq istəyirsinizsə, həmin bu bazar daxilində rəqabət güclü olmadığına görə reklam büdcələri də aşağıdır. Bu səbəbdən də sizin başlamaq üçün reklamla 600 manat, 700 manata yaxın sərmayəyə ehtiyacınız olur. Bu məbləğ reklam üçündür. Bundan əlavə olaraq Avropa, Amerika və s. kimi bazarlar da mövcuddur ki, hansı ki biz bu bazarlar üzərindən də satışlarımızı həyata keçirə bilirik. Avropa bazarına başlamaq üçün bizim təxminən $1500 yaxın sərmayəyə ehtiyacımız varkən, Amerika bazarına başlamaq üçün təxminən hardasa $2000 yaxın sərmayə bizə kifayət edir.